Assalamu aleykum. Değerli insanlar, əziz müsəlmanlar, Allaha təslim bəndələr. Bugün sizə demək istədiyim bir məsələdən biri də Quran oxumaq ilə əlaqəlidir. Bildiyimiz kimi həm məscidlərdə, həm mədrəsələrdə, həm digər yerlərdə Quran kursları var. Orada uşaqlar Quran oxumayı öyrənirlər. Quranı qiraət eləyirlər. Onu ərəbcə, məxrəclə, təcvidlərlə, hansısa ritmlərlə, abu havayla, avazla və s. metodlarla Quranı necə oxuyacağını öyrədirlər. Halbuki ərəbcə də bizim danışdığımız kimi dildir. Onun heç bir dildən fərqi yoxdur. Nə uzadılmasında, nə ağlanmasında, nə hansısa ritmdə, hansısa mahnı, avazla oxunmağında heç bir fərq yoxdur. Mən sizinlə Azərbaycan dilində danışıram. Mən sizinlə Quranı avazla oxuduğum kimi danışmağa başlasam, kənardan baxan insanların reaksiyası necə olar? İndi sizinlə danışıram. Mən sizinlə danışıram və ya Qurandan bir misal. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Bunu oxudanda öyrədirlər ki, Bismillahirrahmanirrahim. Daha da uzadılaraq onu oxuyurlar. Halbuki Rəhman və Rəhim olan Allahın adıyla. İndi Azərbaycan dilində mən bunu ərəbcə oxutdurduqları kimi oxutsam, Rəhman və Rəhim olan Allahın adıyla desəm, kənardan baxan insanlar nə deyərlər? Necə reaksiya verər? Bunun üçün, əziz müsəlmanlar, Quran kurslarında Quranı ərəbcəsi musiqi ilə, mahnı ilə, avazla, abu havayla oxutdururlar və öyrədirlər. Ancaq o kəlamda nədən bəhs olunduğu, hansı ayələr, hansı hökmlər, hansı qadağalar, Allahın sünnəti, fərzi, əmri onları danışmırlar. Allahın hökmləri öyrətmirlər. Ancaq qiraət elə kifayət olun. Halbuki Quran tilavətlə, anlaşılaraq, anlayaraq oxunur. Hər kəs öz ana dilində. Kim hansı dilində danışırsa, hər kəs o özünün ana dilində oxumalıdır ki, anlasın orada nə dediyini. Ara'eytellezi yükezzibu biddin. Bunu mahnı ilə oxuyurlar, ritmlə oxuyurlar, musiqi ilə oxuyurlar, abu hava ilə oxuyurlar. Nə deməkdir? Ara'eytellezi yükezzibu biddin. Dinə yalan, iftira uyduranları görmədimmi? Kimlərdir onlar? Kimlər? Qurandan heç xəbəri olmayan insan dinə iftira ataraq dinə yalanlar uydurarlarmı? Uydurmazlar. Kafir bir şeyi bilməyən demək deyildir. Kafir bir şeyləri bilib örtən deməkdir. O heç nə bilməyən demək deyildir. Məkkəli müşriklər deyiləndə onlar cahillər, onlar ağılsızlar kimi təqdim olunur. Məkkədəki müşriklər Quranı da bilirdilər, namazı da, orucu da, ibadətləri də, Allahın bütün fərzi və sünnətləri bilirdilər. Ancaq onlar bəzi bütlər vasitəsilə Allaha yaxınlıq edirdilər ki, bu bütlər vasitəsilə bizim Allaha etdiyimiz ibadət daha məqbul olar anlayışıyla. Bugün günümüzdəki müridləri, şeyxləri və bəzi rituallardakı insanları hansısa
qoca kişiləri, ölmüş kişiləri, kimsə ayda gəzir, ayı zəbt eləyib orada olan da var. Bəzi insanlar onu görürlər, hansısa kişi ayı zəbt eləyib, ayın üzərindədir, bildiyimiz göydəki ay. Bu da insanların qallüsinasiyasıdır. Ağlı başında olan insan belə fantaziyalara inanmaz. Əgər möcüzə axtarırsa insan bir şeyə inanmaqdan ötürü, insanın anatomiyasına baxsın. Allah Taala insanın yaradılışından söhbət gedir Qurani Kərimdə. Dünyaya gəlmədən qabaq insanın dünyaya gələn mərhələlərdən danışılır. Qatılaşmış qandan, ana rəhmində o yumurtacıqlarından insanın dünyaya gəlməsindən, orada meydana gəlməsindən, bir ət parçasına, sümüklərin üzərində ət parçasını geyindirməkdən, bu mərhələlərdən Qurani Kərimdə bizə xəbər edir, danışır, bizə məlumatlandırır. Bəs biz Qur'anı sadəcə ərəbcə musiqi ilə oxuyub kifayətlənsək, Allah bizdən razı qalarmı? Özünüzə bir soruşun, özünüzə sorğu-sual eləyin. Bugün mən Qur'anı oxudum. Nə anladım Qur'andan? Ancaq qiraət elədim. Qurani Kərimdə deyir ki, Allah Taala, bu Qur'anı tilavət etdiyiniz təqdirdə Qur'anı inanmış sayılırsınız. Qur'anı tilavət etməsəniz, izləməsəniz, onu anlamasanız, ona iman etmiş sayılmazsınız. Ancaq Qur'anı anladığınız təqdirdə, ana dilinizdə anladığınız zaman ona iman etmiş sayılırsınız. Ərəbcəsi də bizim danışdığımız kimi dildir. Onun heç bir digər dillərdən fərqi yoxdur. Nə ərəbin özünün, nə də ərəb dilinin fərqi yoxdur. İnsanlar dilləri, hansısa dili müqəddəsləşdirib, sonra ərəbi müqəddəsləşdirib, ərəbcə yazılan bütün şeyləri, bütün yazıları müqəddəsləşdirib və bu müqəddəsləşdirmə insanlara qədər gəlib çatır. Ancaq Allahın kəlamı Qurani Kərimdə, əfsuslar olsun, kitab arasında qalır. Kitabı oxuyurlar, həyata keçirmirlər. Onu anlamağa çalışmırlar. Anlamaq istəmirlər. Muhammed Əleyhissalam da qiyamətdə öz ümmətindən narazı olacağını da Qurani Kərimdə bildirir ki, bu ümmət bu Qur'anı oxudu, amma Qur'anı başıboş buraxdı, onu izləmədi, onu anlamadı. Oxudular, ancaq onunla əməl eləmədilər. Muhammed Peyğəmbər də narazı qalacaq öz ümmətindən. Bunun üçün dəyərli və Allaha təslim bəndələr, sadəcə olaraq bizim bu dünyada etməyimiz lazım olan şey, insanlara fayda verən insan olmaq və gələcəyi belə insanlara fayda verəsi insanları yetişdirmək, Allahın hökmləri ilə hökm etmək. Əgər kimsə Allahın hökmü ilə hökm etməsə, məhz onlar kafir olduğunu Allah Taala bildirir və Qur'anı ətraf mühitində olan insanların xoşuna gəlməyinə baxmayaraq, öz ana dilinizdə onu bəyan eləyin. Bir çox insan Qur'andan narahatdır. Bir çox insan Qur'anı ana dilində eşitmək belə istəmir. Onlar eşidən karlar və görən körlardır. Həmin insanları da Allah kör olaraq həşr eləyəcək və ərasət meydanına toplanacaq. Bu barədə Qur'an dərsimdə də mən danışmışdım. Mövzular genişdir və insanların bu dünyada bizim üzərimizə olan vəzifəni mən sizə bildirdim, azca da olsa. Qur'an qiraət etməklə kifayətlənməz, tilavətlə, anlayaraq, düşünərək, oxuyaraq, beynimizdə yerləşdirərək bunu biz həyata keçirmiş olarıq. Bu zaman bu zikir olar. Zikir bir şeyləri təkrar eləmək deyildir. Zikir Qur'anı anlayaraq, beynimizdə yerləşdirərək Qur'anla yaşamaqdır. Və aleykum və salam və rəhmətullahi və bərəkatuhu.